Salam əzizlərə, yepyeni bir videoya xoş gəlmisiniz. Çoxdan da gözlədiyiniz o video, Blogger Battle videosu gəldi. Biraz boğazım ağrıyır. Səsimdə biraz problem olsa boğazımdandır. Blogger Battle videosunu izləməmsinizsə gedib 3 bölümünü izləməyi unutmayın. Çox maraqlı bir bölüm idi. İkinci bölümdə kanala abunə olmağı, like atmağı unutmayın. Bu ikinci bölümdür. Kim bilmirsə bu konsepti qısaca deyim. Bu konseptdə YouTuberlərin son videolarını nəzərdən keçirdik. Abunə sayısı, açıqlama falan kanalındakı abunəyə görə hansı kanal qazanacaq onu deyirik. Anar Bayramov və bu günləri İlkin Fərziyev Blogger Battle videosuna hamınız xoş gəlmisiniz. İlk öncə açıqlamaya keçək. Azərbaycanın ən pik əyləncə kanalı. Normal, bəyənmədim bu açıqlamanı. Niyə? Çünki öz haqqında daha çox məlumat yazmalıdır ki, və yaxud da kanal haqqında məlumat yazmalıdır. Bundan puan qırmaq lazımdır. Saxtakar tiktokerlər. Baxmışam bu videoya, yəni normal videoları sadəcə TikToka baxırlar. Görüm nə inirdir la burada yadına. Buna da olar görüm. Mən görürsən, hər ki sanmazlar. TikToka baxırlar da bunlar burada. Sabah bit bazarına getdim, sabunçu Rus bazarı. İndi azı sevməmsə, Anar burada deyildi, başqa ölkədədir. Son 3 videosunu nəzərdən keçirək. 1900 izlənmə, 3000, 7100. Təbii son 2 videosu deməyək. 2 həftə öncə gələn video, yəni daha bunlara daha çox izlənib, daha yaxşı idi. Keçək İlkin Feyziyevə. İlkin Feyziyevin abunəsi 179 mindir. Baxaq, 297 video görək nə deyir? Azərbaycanın ən bomba YouTube kanalı. Mənə öz haqqında məlumat verilməyəcək, buradan da puan qırırıq. Məktəbin ilk günü. Bu arada Anar Bayramovun puanını, yəni bütün puanları axır deyəcəm. Məktəbin ilk günü nə oldu? Bomba videodur. İzlədim, yaxşı idi. Bomba deyəndə yəni oturduqları yerdə sualları cavablayırdılar. Yaxşı videoydu. Azərbaycan TikTok kəşfiyyəti. Bəyənmədim bu videonu. Yəni əslində yaxşı video deyir. Baxın videoya, çox sənə. Bu videoda Azərbaycan TikTok kəşfiyyətində olan videolara tepki bildirəcəm. Və son vaxtlarda mənim haqqımda boş-boş danışan insanların haqqında danışır da indi. Bunun haqqında danışanlar haqqında danışır. Instagram DM-lərini oxudum, buna baxaq. Bu videoda Instagramdan mənə yazdığınız mesajları oxuyacağam. Bu 3 videodan deyim hansını bəyəndim. Bir, məktəbin ilk günü nələr oldu. Bir də Instagram DM-lərini oxudum videosunu bəyəndim. Bunlar yaxşı idi. Məncə bu daha çox bəyənilməli idi. Bu videoda Instagramdan mənə yazdığınız mesajları həzz aldım da videodan. Bunu deyim. Mənə ki, bu heç bu getdi. Keçək qısa videolarda görək. Mənələrin zəif nöqtəsi. Bunlar qısa video çox paylaşımlar, shorts paylaşımlar. Sadəcə videolarından kesit alıb paylaşırlar. Videonun qazananı İlkin Feyziyev olur. Çünki İlkin Feyziyevin son video baxışlarına və mənim maraq dairəmdə oldu. Yəni, məktəbin ilk günləri oldu. Düzdür, bunu Anar Bayramovla çəkib. Anar Bayramov idi də səhvim, bəli. Ona görə mən yaxşı videoydum, amma öz kanalına kifayət qədər video gəlmir. Dediklərinə görə gələcək videolar. İlkin Feyziyev bu yarışmanın qazananıdır. Blogger Battle bir videosunu gedib izləməyi unutmayın. Kanala abunə olun, video like atın. Bu arada sizə sual yağışları haqqında məlumat vermişdim. Qısa bir zamanda o bölümdə gələcək.